Peyğəmbərin düşmənləri bütün ərəb qəbilələrə yaymışlar ki, Peyğəmbər Məkkə ilə düşməndir. O, ümumiyyətlə, Məkkəni qiblə kimi də qəbirləmir. Əvvəl bu təbliğat var idi. Çünki ilk qibləmiz Beytül-Müqəddəs idi axı, Qüdüs-idi. Ona görə onlar bundan da istifadə edirdilər. Amma hicrətin 2-ci ilində qiblə dəyişildi. Bunlar bu təbliğatı qoydular kənara. Və bunun adını tutmadılar. İndiyə qədər deyirlər ki, bu Kəbə ilə düşməndir, Kəbəni qiblə bilmir, Qüdüsü, Beytül-Müqəddəsi qiblə bilir. Hicrətin 2-ci ilində ki, qibləmiz dəyişildi Allah tərəfindən, Məkkə qiblə elan edildi. Bu təbliğat getdi. İndi deyirlər ki, Peyğəmbər öz ata-babalarının gətirdiyi heç bir dəyərə önəm vermir. İbrahimdən qalmış həcc ziyarətini ümumiyyətlə qəbul etmir. Onun dinində həcc ziyarəti ilə bir şey yoxdur filan. Bu cür təbliğat aparır da istər-istəməz ərəblər üçün əziz olan Kəbə evinə bu cür münasibət istər-istəməz onlara xoş deyildi. Ona görə nifrət edirdilər. Onların təsəvvürlərində, onların ümumiyyətlə düşüncələrində Peyğəmbərə qarşı bir nifrət vardı. Yəni Kəbəni necə sevməyə bilərsən? Kəbə ki, Peyğəmbər onu qorumaq üçün əbabil quşlarını göndərmişdi. O Əbrəhənin qoşunlarını məhv etmişdi. Bütün bunlar onların zehnində idi. Bu necə ola bilər ki, bu Allah evinə qarşı bu cür davransın filan? Bu cür təbliğat aparırlar. Amma Allah əmr etdi ki, get ümrə ziyarətinə, Məkkə ziyarətinə. Bu elə bil ki, onların o təbliğatlarının hamısını alt-üst etdi. İndi bu səfər Peyğəmbər öz tərəfdarlarını götürüb Məkkəyə ziyarətə getmək istəyir. Müşriklər Hüdeybiyyədə onların qarşısına alıb qoymurlar onları Kəbənin ziyarətinə. Təbliğat tamamilə əks oldu. Onların apardığı o təbliğat bu səfər öz əleyhlərinə oldu. Bəs sən dünənə qədər deyirdin ki, bunlar Kəbəni saymır, Kəbəni qəbul etmir. Amma indi bunlar Kəbənin ziyarətinə gəlmək istəyir. Siz qoymuşsunuz onları. Siz qaytardınız onları. Bu elə bir ki, ətraf qəbilələrin bütün düşüncələrini dəyişdirdi. Peyğəmbər Məkkənin ziyarətinə gedib, müsəlmanlar Məkkənin ziyarətinə gedib, müşriklər qoymayıblar. Məkkə cəmaatı qoymayıb onları. Görürsünüz, öz təbliğatları alt-üst oldu.